Və üç əsas kitabının şərhinə davam edirik. Müəllif buyurur ki, وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ. Gecə, gündüz, günəş və ay onun dəlillərindəndir, onun ayətlərindəndir. وَمِنْ مَخْلُقَاتِهِ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرَاضِينُ السَّبْعُ وَالْأَرَاضُونَ السَّبْعُ وَمَنْ فِيهِنَّ وَمَا بَيْنَهُمَا. Və Allahın məxluqatlarından, yəni xəlq etdiklərindən 7 qat göy, 7 qat yer və onlarda olanlardır. Göylərdə, yerlərdə, hamısı Allahın yaratdıqlarıdır. Buna dəlil olaraq Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ. Gecə, gündüz, günəş və ay onun ayətlərindəndir. لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ. Əgər siz Allaha ibadət edirsinizsə, nə günəşə, nə aya səcdə etməyin. Onları yaradan Allaha səcdə edin. Digər ayədə Allah Teala buyurur ki, İnnə rabbəkumullahu ləzi xalaqas səmavati vəl-arda fi sittəti əyyam, thumma istəvə aləl-arş. Sizin Rəbbiniz, doğrudan da Rəbbiniz göyləri və yeri 6 gündə xəlq edən, sonra ərşə ucalan Allahdır. Yuxşil leylən nəhərə yatlubuhu həsisə وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلَا لَهُ الْخَلْقُ وَالْمُلْكُ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ تَبَارَكَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. O gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Yəni gündüzü sürətlə təqib edən gecə ilə örtür. Günəşi, ayı və ulduzları öz əmrinə tabe edəndir. Yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah xeyri bol, xeyri və bərəkəti bol olandır. Bu müəllifin yəni gətirdiyi ayətlər, sözlər, ayətlər idi. Şərhdə isə Şeyx Süleyman Ər-Ruheyli buyurur ki, yəni gecə və gündüz Allahın ən əzəmətli ayətlərindəndir. Gecənin, yəni sükunəti, gecənin zülməti insanların istirahət etməsi üçün münasibdir. Dincəlmələri, yatmaları üçün münasib olandır. Və ondan sonra gələn gündüz öz nuru ilə, öz yəni uyğun olan yəni məqamı ilə dolanışıq tələb etmək üçün, insanın hərəkətə yönəlməsi, işləməsi və s. Bu işlərə uyğun olandır gündüz vaxtı. Və gecə və gündüz dövr edirlər. Biri qısalır, biri uzanır. Yəni fəsillərdən fərqli, yəni fəsillərə görə baxırıq ki, gündüz yəni uzun olur, gecə qısa olur və ya qışda əksi olur, gecənin qısa olması, gündüzün yəni uzun olması. Bunlar hamısı Allah Subhanahu taalanın işarələridir, ayətləridir. Həmçinin günəş və ay, yəni heyrətamiz olan məxluqlardır. Allah Subhanahu taala günəşi və ayı gör necə yaradıb. Və günəşin doğması, batması, ayın çıxması, hamısı Allah Subhanahu taalanın varlığına yəni bir növ işarədir. Və həmçinin 7 qat göy, yer də elə misli qədər 7 qatdır. 7 qat, yəni yerin olması, onların arasında olan, göylərdə olan, yerdə olan hamısı Allah Subhanahu taalanın məxluqatıdır, yaratdıqlarıdır. Bunlar hamısı Allaha dəlalət eləyir. Allahın yaratdığı məxluqlar, yəni bu cür əzəmətli məxluqlar, ay, günəş, gündüz, gecə, yəni yerlər, göylər, yerlərdə olan, göylərdə olan, bunlar həqiqətən də yəni Allah Subhanahu taalanın varlığına, əzəmətinə dəlalətdir. Ona görə Allah Teala buyurur ki, Təbərəkallahu Rabbul Aləmin. Yəni Allah bərəkət, yəni xeyri bərəkəti bol olandır. Yəni nə deməkdir bu? Azimə, əzəmətli, azimə Teala və kəthura xeyruhu və ihsanuhu. Yəni Allahın əzəməti, onun ihsanı, xeyri çox bol olandır. Yəni öz əzəmətinə görə
yəni təbarakallahu deyirik, təbarak yəni bərəkətli öz əzəmətinə görə və həmçinin yəni bərəkətləndirdiyinə görədir. Və bunlar hamısı dəlalət edir ki, Allah subhanahu wa ta'ala Rəbdir. Bunlar dəlalət edir Rəbbimizin varlığına və həmçinin dəlaletul ənfus, yəni nəfsi dəlalətlər. İnsan özünə nəzər salanda, yaradılışına baxanda, yəni bunlar həmçinin bu da Allahın yəni yaradan olmasına, Allahın varlığına dəlalət edir. Yəni nə cür Allah subhanahu taala dəqiqliklə bu kainatı yaradıb, ulduzları, ayı, günəşi və həmçinin insanın özünü. İbn Qayyim rahimehullah buyurur ki, bu Quranda yəni çoxdur bu misallar. Allah subhanahu taala insanları çağırır ki, təfəkkür eləsinlər, düşünsünlər yaradılış haqqında və həmçinin özlərinin yaradılmasında, özləri haqqında da düşünsünlər. Necə Allah subhanahu taala mərhələlərlə insanı yaradıb. Mərhələ-mərhələ. Və fi anfusikum əfələ tubsirun. Ona görə Allah subhanahu taala deyir ki, yəni sizin özünüzdə də nişanələr var. Əfələ tubsirun. Baxmırlarmı, görmürlərmi? Ona görə deyir, insan düşünsə, tədəbbür eləsə, təfəkkür eləsə, yəni öz yaradılışını düşünsə, yəni bunu nə cür möhtəşəm şəkildə Allah subhanahu taala insanı yaradıb, bunu görər. Yəni bir var adi gözlə hər şeyə adi baxırsan, bu ayrı bir şey. Bir var düşünərək, təfəkkür edərək baxmaq. Onda Allah subhanahu taalanı insan tanıyar. Yəni bilər ki, bunları yaradan var və ya yaradan olan Allah subhanahu taaladır. Və həmçinin düşünməsi ki, bütün insanları bir insan yaratmayıb, bir şey yaratmayıb. Bütün insanları, bütün varlıqları yaradan Allah subhanahu wa ta'aladır. Və insan deyir öz yəni qulaqlarına, adi qulaqla eşitməsinə nəzər salsın. Necə Allah subhanahu wa ta'ala yaradıb insanın eşitməsi, insanın görməsi, hiss etməsi və s. bu hissiyatlar oturub yəni düşünsə ibrət alar. Sonra müəllif buyurur ki, وَالرَّبْ هُوَ الْمَعْبُودِ Rəbb olan, yəni Rəbb olan Allah subhanahu ta'ala odur məbud. Buna dəlil olaraq Allah subhanahu wa ta'ala buyurur ki, يَا أَيُّهَا النَّاسُ عُبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət eləyin, ola bilər ki, siz təqvalı olasınız. O Allah ki, yeri sizin üçün döşəmə etdi. Göyü isə sizə tavan etdi. Və göydən nazil etdiyi, indirdiyi su ilə sizə növbə-növ məhsullar yetişdirərək ruzi verdi, ruziləndirdi. Yəni bunu bildiyiniz halda ona tay tutmuyor. Yəni ona şəriklər qoşmuyor. Bu şeyləri Allah Subhanahu taala sizə verib, sizi yaradıb, sizə ruzi verir və bunu bildiyiniz halda Allaha şərik qoşmuyor. İbn Kəsir rahimehullah buyurur ki: "El-Haliqu li hadihi'l əşya huvel mustahiqqu lil-ibadə." Bu şeyləri eləyən Xaliq, bu şeyləri yaradan Xaliq ibadətə layiqdir. Və burada şərhdə Şeyx Süleyman rahimehullah buyurur, hafizullah buyurur ki: "Fer-Rabbu huvel-ma'bud." Yəni Rəbb məbuddur. Burada o məna deyil ki, yəni leysil murad enne ma'na Rabb huvel-ma'bud. Yəni Rəbb kəlməsinin mənası məbud demək deyil bu. Yəni bu mənada deyil. Rəbb kəlməsi məbud mənasını vermir. Və innəməl murad ennel mustahiq lil-ibadə huvel-Rabb. Yəni burada məna nədir? Məqsəd nədir? Yəni ibadətə layiq olan Rəbbdir. Məbud olan Allah, yəni o layiqdir ibadətə. İbadətə layiq olandır Rəbb. Və ondan başqa məbudlar batil məbudlardır. Onların ibadətə haqqları yoxdur, haqqları çatmır. Və Allah subhanahu wa ta'aladır sana, yəni neymətləndirən Allah ta'aladır qullarını. Və mən arafa ennallaha rabbahu, kim bilsə ki artıq bildi, Rəbbi Allahdır və odur onu ruziləndirən, odur ona neymət verən.
artıq başqasına yönəlməli deyil. İbadəti Allahdan qeyrisinə yönəldə bilməz. İbadəti yönəltməlidir yalnız Allaha. Və buna dəlil nədir? Allah Subhanahu taala yalnız ibadətə layiq olan. Elə oxuduğum ayə. Allah Taala əmr eləyir: "Ya eyyuhan-nasu ubudu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun." Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. Allaha ibadət edin. Allah Taala əmr eləyir. Çünki o ona layiqdir. Allah layiqdir ibadətə. Və ondan başqası ibadətə layiq deyil. Nəyə görə? Çünki nemətləndirən Allah Subhanahu Taala. Və nemətlərini də sayır. Əlləzi xalaqakum, hansı ki sizi yaratdı və sizdən öncəkiləri sizə ruzi verdi. Yəni sizə məkan verdi, yer verdi, sizi yerləşdirdi, ruziləndirir, göydən yağışın nazil olması ilə növbə-növ bitkilərin bitirməsi və s. bu kimi nemətləri Allah Subhanahu Taala burada vəsf eləyir, bildirir və deyir bunları bildiyiniz halda ona heç bir kəsi, heç bir şeyi ona şərik qoşmayın. Və bu bütün insanlar bilir ki, bu nemətləri verən Allah Subhanahu Taaladır. Bu nemətlər hamısı Allahdandır, yaradan Allahdır. Bunu hamı bilir. Burada ixtilaf yoxdur. Buna insanların əksəriyyəti bilir və bunu bildikləri halda artıq Allaha şərik qoşulmaz. Allah Taala buyurur ki: "Fəla tec'alu lillahi andadan və entum ta'lamun." Bunu bildiyiniz halda ona taylar tutmuyor, ona şərik qoşmuyor, şəriklər qoşmuyor. Sonra İbn Kəsir burada İbn Kəsirin sözü ki var, deyir, bu şeyləri yaradan ibadətə layiqdir. Bu İbn Kəsirin sözündən götürülmüş bir faydadır. Yəni müxtəsər təlxis edilib. Yəni İbn Kəsirin öz sözü əslində belədir ki, İbn Kəsir təfsirdə buyurur ki, "Ennehul xaliq", o xaliqdir, razıqdir, yəni ruzi verəndir, məlikdir. Onları ruziləndirir. Və bu şeyləri etməsi ilə o layiqdir ki, ona ibadət olunsun. Yalnız ona ibadət olunsun və heç bir şey ona şərik qoşulmasın. Sadəcə bu sözü ixtisar edərək müəllif burada deyir ki, İbn Kəsir deyir ki, bu şeyləri yaradan ibadətə layiqdir. Mənaca, yəni İbn Kəsir rahimehullahın sözünü gətirib burada. Və sonra müəllif buyurur ki, ibadətin növləri, Allah Subhanahu taalanın əmr etdiyi ibadətin növləri və enva'ul ibadəllati əmərallahu biha. Misal gətirir. Misal olaraq İslam, iman və ihsandır. İslam, iman və ihsan. Şeyx Süleyman şərhdə buyurur ki, bu məsələni şərh edərkən ibadət nə deməkdir? Lüğəti mənası zəlillik və boyun əymək. Zəlillik, boyun əymək. Və şəriətdə mənası nədir? Şəri mənası nədir? İstilahda yəni ibadət, ilk öncə ona qeyd edək ki, ibadət 3 ərkan üzərindədir. 3 ərkan üzərindədir. Birinci rükün nədir? Kəmalul məhəbbə lil-mə'bud. Yəni Allahı sevmək. Yəni mə'budu, ibadətə layiq olan Allah Subhanahu va Taala'nı kamil şəkildə sevmək. Birinci sevgidir. İbadətin rükünlərindən birinci rükün nədir? Sevgi. İkinci rükün nədir? Ümid. Və üçüncü rükün qorxu. Yəni Allah Subhanahu Taala'ya insan ibadət edəndə bu 3 rükün üzərində ibadət etməlidir. Sevgi, ümid və qorxu üzərində. Necə ki Allah Taala Qurani-Kərimdə buyurur ki: "Ulaikellezine yed'una yebtaguna ila rabbihimul vasilata ayyuhum aqrabu və yercuna rahmeteh və yaxafuna azabeh." Onların dua etdikləri özləri belə hansının Allaha daha yaxın olacağına vəsilə axtarırlar. Yebtaguna ila rabbihimul vasile. Yəni Rəbblərinə vəsilə axtarırlar, yaxın olmaq. Hansı daha yaxın olacaq deyə. Eyyuhum aqrabu. Və yercuna rahmeteh. Və rəhmətini umurlar. Və yaxafuna azabeh. Və əzabından qorxurlar. Fikir verin, burada 3 ərkan var. Allaha yaxınlaşmağa vəsilə axtarmaq. Bu nəyə dəlalət edir? Sevgiyə. İnsan sevdiyinə yaxınlaşmaq istəyir. Allaha yaxınlaşmaq üçün özləri vəsilə axtarırlar. Sonra nə deyir? Yercuna rahmeteh. Və rəhmətindən ümid eləyirlər. Burada ümid var. Və əzabından qorxurlar. Ona görə bu 3 şey mütləq ibadətlərdə olmalıdır. İbadətin rükunlarıdır. Və insan yəni birini tərk eləyərsə,
misal olaraq ümidi tərk eləyərsə, yenə də azacaq. Çünki ümidini itirib. Allaha ümidi yoxdursa, qorxur, amma ümidi yoxdur, yenə bu gecə-tezə azacaq bu insan, ibadəti tərk eləyəcək. Və yaxud onun əksi olaraq insan ümidi götürüb qorxunu qoysa, qırağa, qorxu olmazsa, o zaman insan arxayınlaşar və bu cür azar. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Nəbbi ibadi enni enel gafurur rahim." Qullarıma xəbərdar et ki, mən Gafur Rahiməm, yəni bağışlayan, rəhim olanam, məğfirət edənəm. Və enne azabi huvel azabul alim. Və mənim əzabım da şiddətlidir. Yəni Allah Subhanahu taala həm rəhimli olduğunu, günahları bağışlayan olduğunu bildirir və həmçinin onunla yanaşı əzabının da şiddətli olmasını bildirir. Yəni həm insan qorxmalıdır və həmçinin də ümid etməlidir. Alimlər deyirlər ki, və yenbəği lil-muslim an yaghliba janib ar-raca' inde ta'ati la yanşat. Yəni insan itaət üzərində olanda, yəni ümid məqamını üstələməlidir. Yəni üstün götürməlidir ümid məqamını. Daha çox ümid etməlidir Allah Subhanahu va Taala. Amma günaha düşəndə, artıq günaha düşmək istəyir, nəfsi ona günaha düşməyə sövq eləyir, vəsvəsə gəlir. O zaman nədir? Qorxu məqamını götürməlidir, daha üstün götürməlidir. Yəni. İbadət nədir? İbadətin bir neçə tərifi var istilahda. Birinci, yəni təriflərdən biri Allah Subhanahu va Taala'nı bütün ibadət növlərində təkləşdirmək. Yəni qulların bütün ibadət əməlləri yalnız Allaha yönəltməkdir. Bu da nə ilə olur? İtaətlə, ona itaətlə, ümid və qorxu ilə. Və ona qarşı kamil sevgi və qarşısında zəlil olmaqla. Deməli, ibadət nədir? Təfsilat verək. Allah Subhanahu wa Taala'nı təkləşdirməlisən ibadətdə. Yalnız Allaha ibadət eləməlisən. Necə eləməlisən bunu? Sevərək, zəlil şəkildə boyun əyərək. Çünki biri olmazsa, insan birinin qarşısında zəlil olarsa, boyun əyərsə, amma sevgi olmasa bu ibadət deyil bu. Və yaxud sevərsə, amma yəni boyun əymərsə, zəlil olması bu da ibadət deyil. Ona görə sevgi ilə yanaşı nədir? İnsanın zəlil olması Allahın qarşısında boyun əyməsidir. İbadət budur. Və Allaha təkləşdirmək, ibadətin hər bir növünü yalnız Allah üçün etməkdir. Və ibadətin növləri çoxdur. İbadət həmçinin təriflərdən biri nədir? İsmun cəmi'u li kulli ma yuhibbuhullahu və yardahu minəl əqval vəl-əməl-zahirə vəl-batinə. Yəni İsmun cəmi'u li kulli ma yuhibbuhullahu və yardahu. Allahın sevdiyi hər bir əməl, istəyir zahiri olsun, istəyir daxili olsun. İstəyir qəlbi, istəyir zahiri əməllər olsun və yaxud dillə, sözlərdən ibarət olan, yəni Allahın sevdiyi kəlmələr olsun, bunlar hamısı ibadətdir. Və növləri çoxdur. Və əqval lisan və lidə fəhiyyə kəthirətun ciddən. Yəni ona görə hətta sözlərdə olan zikirlər, bunlar da çoxdur. Hər biri ibadətdir. Və bütün ibadətlərin hər bir növünü yalnız Allah üçün etməlidir. Çünki yalnız Allah Subhanahu wa Taala da ibadətə layiq olan və ibadətin heç bir növünü, azını, çoxunu, heç bir növünü, heç bir qədərində Allahdan qeyrisinə yönəltmək olmaz.